Salam, hər vaxtınız xeyir olsun. Bu günəm Bitcoin'un targetlərindən danışacaq, haracan gələ bilər, haracan gedə bilər. Dünənki bazarı təhlil eləyəcəyik. Bu yol Bitcoin'un dominansı, ha vaxt bazar rüşd eləyəcəkdi. Bir seri targetlər vermişdim. Özüm bir seri xəridlər eləmişəm. Dünənlərin bir dənə ərzlərimdən var idi ki, rüşd eləməmişdi, gələcəyinə də ümidim yox idi, satmışdım. Çox da dədi məbləği $250 idi. Nəqd qalmışdı bu cürsünü. Dünən bazar bir dənə fürsət verdi. Yəni bir vəziyyətdə ki, hamı qorxur bu vəziyyətdən. Mən xərid elədim. Usullusu budur. Umaram ki, videolarım sizin üçün də faydalı olmuş olar. Yəni siz də xərid eləyəsiniz. Gedək başlayaq. Bitcoin'dan istəsək danışaq. Bitcoin baxmayın burada şikəsti veribdi. Yəni klassik baxsaydıq, buradan qalxa bilər, yəni gələk qalxıydı üstə. Bəli, bu cür olmadı. Gəldi bir dənə burada fake breakout verdi, ondan sonra gəldi aşağına verdi. Bu 92.000-i də təqribən mən qabaqçı videolarımda demişdim biləcək ki, buracan gələ bilər, çünki burada böyük nəqd iynəci var idi. İndi aşağı istəsə gələ, nə cürsünədir, aşağı gələ bilər. Baxın, burada bir dənə gözəl nəqd iynəci vardı. Bura eləyə bilər gəlsin. Vəli 100% deyir. Və bu targetləri ki verirəm, bunlar əslən trade üçün deyirlər. Yəni trade üçün bir şey usul, qəvanin filan istəyir, strateji gələcəksiniz özünüzə və bunlar olmadan mütləq trade edilməz. Ona görə mütləq trade eləməyin. Bunlar fəqət ispat səbəbi üçündür. Yəni əhrumdar, qaldırıcılı işləmlər üçün deyir bunlar. Bitcoin buradır. Yəni burada nəqd iynəci var. İstəsə market maker eləyə bilər, yendirsin. Buradakı nəqd iynəciləri götürsün, getsin üstəcə. Neçə ay qabaqdan da mən Bitcoin targetim $133.000'dır. Yəni məntiqi targeti gələcəkmişəm budur. Bundan indi üstə də gedə bilər, aşağıya da gələ bilər. Bir zaman qabağa getdikcə baxacaq və dəqiqtər o qiymətə yetişəcək. Can desin, gedək o bir ərzlərə ki, qabaqcan demişdim Solana idi. Baxın, biz Solananı buralarda idik, fikirəm ki, bu 2 dənə nayəni çəkmişdim. Burada bir pillə xərid eləyəcəkdiniz. Burada olanda bilmirik bura gələcək. Biz burada xəridimizi eləyəcəkdik. Umaram ki, eləmisiniz. Bir pillə xəridimizi də burada eləyəcəkdik. Gör nə gözəl fürsət verib. Dəsən mən deyirəm, buranı yap üstündən almışsan sən. Bu dəqiqə burada sən %5 qazancdasan, yəni mənfəətdəsən burada. Bu 2 pilləni də xərid eləyəcəksiniz. Umaram ki, xərid eləmisiniz. Yol, indi vəziyyət nə mənədir, gələk müntəzir qalaq. Bazar, şənbə, yekşənbədir, bir gün tətildilər. Yol, bir həcm olmaz bazarda. Gəlsin, bir doşənbə, seşənbə günü bazarın vəziyyətinə baxarıq ki, dəqiq görək üstə tərəflə nə cür gələcək, fürsət verəcək ya verməyəcək, onlara baxacağıq. R&D-yə baxın bir, gör nə gözəl gəlib taç eləyibdir. Behtərin yeridir, bu ərzi xərid eləyəsiniz. Videolarıma baxsınız, görəsiniz ki, buranı ha vaxt vermişdim və gəlib dəqiqən onun taç eləyibdir. Niyerdə yetirməyibdir, niyerdə gəlməyibdir. Bu görsədir, bu ərz güclü ərzdir, yəni holderi vardı, nəhəngi vardı ki, satmır. Və istədiyimiz targetə gəlib yetişməyibdir. Əlbəttə bilmirəm, burada order block var idi, yəni buranı niyə görməmişəm bilmirəm. Və bura özü bir dənə vurud idi. Bu düyümü burada mən görməmişəm, yəniəcürsünü. Elə indi də ki, o düyümün üstündədir əlbəttə, yəni buradan alınar bu ərz. Bu ərz buradan alınır. O birilər 2 pillə gəlibdir aşağıya, bu bir pillə gəlibdir aşağıya. Yəni güclü ərzdir. Toncoin'ə baxsaq. Toncoin. Bu indi vəsət yoldadır. Bu pişnahad eləmirəm xərid eləyəsiniz. Buralar qəşəng nahi ola bilərdi ki, yenə də çox gəlməyibdir aşağıya. Bu ərzdə gələk müntəzir qalaq. Feddir. Baxın, dəqiqən gəlibdir. Hətta aşağı pilləsində veribdir. Burada gəlibdir. İndi də yenə alına bilər bu. Məntiqidir bir pillə burada xərid edilsin.
və əgər buradan bir ləsə aşağıya gəldi, buradakı nəqdiniciləri götürübdür. Ona görə bu qismətlərdə eləyə bilərsiniz, bir pillə xərid eləyəsiniz. Əgər aşağıya gəldi. Burada da duvarı xərid eləyə bilərsiniz. Radiomu mərif eləmişdim. Radiom gəlməyib və üçün çox rüşd eləyib də əslən pişnahad eləmirəm. Öz indi xəridlərimi göstərəcəm. Səbədimdə hansıları almışam. Onlara da bir dənə baxaq. Baxın, hisseyi məsələn ərzlərdən də almışdım. Görürsünüz, gəlib dəqiqən bura. Özüm hansı qiymətdə almışam. Bir dəqiqə mən öz xəridlərimi biləcə görsədim. Baxın bir 19'u. Baxın bir 19'unda mev almışam. Hansı qiymətdə almışam? 66.20. Yəni dəqiqən bu qiymət içindi burada vardı. Bu qiymətdə mən xərid eləmişəm. Tamam. Yəni bu gəlib aşağıda da. Burada da xərid eləmişəm. Baxın. AVAX-idir 42.67. AVAX 42.67. Yəni burada xərid eləmişəm. Bu 13-cü ayın 19'udur. Sabahsı ki bazar tökülübdür. AVAX-ı 35.41'dən almışam. 35.41. Baxın, düz bu kölgə salıbdır burada. Bu sayədə mən almışam. Kölgənin burasında almışam. Bir dənə D ərzi vardı. 60.77'də almışam. Görək hara gedir indi. 60.77. Təqribən buraları da almışam. Yaxınlarım. Buraları da almışam. Görürsünüz, bu sayənin altında almışam. Ondan sonra RSS3. Neçədə almışam RSS3'ü? 30, yox, 11.25. 11.25 hara olur ya? Baxın bura. Düz kölgənin aşağısında almışam. S'yi almışam. S'ini hardan almışam? 38. Düz 38 almışam. Düz kölgənin aşağısında almışam. Hardan tapmışam bu bunun 50 dərsədi. Onlar da bizim nəqdinici qismətimiz ki, dəqiqən mən orada almışam. Bir zərr ondan gəlib aşağıya. O da mühüm deyil. Yəni, behtərin yerdə xərid eləmişəm. Bu da neçə ilin təcrübələri nəticəsidir. Bir də Jupiter almışam. Bu da 75'də almışam. 75 sent. Baxın bura. Düz görün, kölgənin harasında almışam. Adam hərdən baxar bazara deyər ki, olan quşədə kim satıb, kim alıbdı, o mənəm. Dəqiqən 75. Düz burada almışam. Özüm də göstərirəm ki, deməyəsiniz, bluff vurur filan. Düz burada almışam. Düz aşağıda almışam. Nə qədər indi mənfəət deyəm? 18% mənfəət deyəm. 18% bir şey də. Mən bu ərzdə 4-5 bərabər eləməsəm pulumu mən çıxmaram eşiyə. Bu indiki vəziyyətdə fəqət istədim biləcə görsədəm ki, videolar düzdür, taza başlamışam. Bəli, bu neçə ilimin təcrübələridir. Bilirəm ki, xeyri olacaqdır biləcə. Ona görə hətmən şey eləyim. Bir sərə ərzləri var, bunlardan mən çıxmışam. Ona görə hər nə mənə listimdə də görürsünüz ki, bunları xərid eləməyin. Yəni, bəzisi vardı ki, çıxacam, tezliğlə çıxacam onlardan. Və ona görə şahid sizə mərifə eləməyəm bəzilərində. Bəzilərinə əslən burada vurud eləməmişəm, yoxumdur bu ərzlərdən. Ona görə buradakı listlərə də hətmən ki, deməyim, vardı ki, burada alım. Baxın, nə mənə sualınız vardı, burada kommentlərdə yazın. Mən sizin istəyinizə görə videolarımı cürləyəcəm. Mənə də bir köməklik eləmiş olasınız ki, daha yaxşı videolar cürləyəm. Bir yıl targetlər vermişim, bazar fürsəti verdi. Umarım dubara fürsəti versin ki, xərid eləyək. İstəmirəm indi də şey eləyəm. Fəqət bu videoyu tutdum ki, ola bilər.
Yəni gördüyüm iş düzdür. Yəni bu bazara mən güvənirəm ki, həttəmən rüşd eləyəcək, gedəcəkdir üstə. Ona görə sizinlə paylaşıram. Mən istəsəydim YouTube'un bir şey eləyəm filan ki, hə, YouTube'dan da pul qazanam, onda farsı möhtəvanı irayə verərdim. Heç türkü zəbt eləməzdim. Türkçə deyirəm ki, fəqət öz yaxın dostlarıma mənfəət vermiş olam. Umaram ki, karıza gəlmiş ola. Kommentlərinizi, nəzərlərinizi öz Instagramımda istəsiniz deyə bilərsiniz, nəzərlərinizi verəsiniz. Buna sevinərəm ki, sözlərinizi eşitəm. O biri videodan görüşərik.